Deyir, biri namaz qılırdı halla qəşəng. Bu da bizim o 10 il bundan qabağın, 20 il bundan qabağın söhbətləridir, danışırdıq həmişə. Zarafat kimi. Bunu alimlər danışıb, görsən, bəzi hallarını insanı çatdırmaq üçün, amma lətifə halına düşür. Deyir, namaz qılır qəşəng-qəşəng. Adamlar da var axı, elə bir imtihanıda adamın. Oturub orada bir kişi nəfər deyir, bu görsən necə namaz qılır. Halına bax, bu göz yaşı içində belə. Dünən də filan yerdə, bir yerdəydi, gördüm gecə namazı qılır filan. Bunu təriflədikcə, bu da namaz qıla-qıla fikir oradadır da, bundan danışırlar, fikir oradadır. Hey, təriflirlər, bir yerə çatanda deyir, dözmür, namazın içində deyir, hələ 2 dəfə məşəddə də olmuş. Onu da əlavə edir fəzilətlərinin üstünə. Bəzilər deyirlər, yalan söhbətdir. Yoxsul olanda keyfiyyətli olmur. Var bizlə belə qardaşlar var ki, bu mövzuda biraz düz gəlmirlər, qane eləmək çətin, amma olur. Keyfiyyətli həyat, həyatın keyfiyyətli, keyfiyyətsizliyi bir o qədər də maddi amillərdən asılı deyil. Maddi amillərdən asılı deyil. Maddi amil önəmlidir həyatda. Hamınız üçün Allahdan, bax bu Ramazan ayında istəyirəm ki, hamınız var dövlət sahibi olasınız. Utanırsa amin demək, ürəkdən amin deyim budur ki, doğrudan da çox yaxşı dualardır valla. Yəni, insanların sərvət sahibi olanlar mənəviyyətli adamlar olsun. Bunlar hamısı dualarımızda gəlib bu şeylər. Çox yaxşı bir şey. Çox yaxşıdır. Amma keyfiyyətli həyat insanın içindən, daxili zənginliyindən qaynaqlanan həyatdır. Keçmişdə bu lətifələri danışırdığı, deyir, gecən namaz qılmışdı. Keçən ibadət eləmişdi, bir gün, 2 gün, indi istəyir, bilmir, necə disnaq gecə namazı qılmışam. Ha, söz salır falan, söz gəlmir gecə namazına, neyinir? İsti hava olur, deyir, süz o sudan, süz suyu içib, bu gecə namazının susuzluğu da var imiş. Gecə namazı susuzluq da gətirərmiş. Heç suya dəxli yox, deyil məsələn. Nə var, sözü gətirsin ona.